Əyləşin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala Muhammedin ve ali Muhammed. El-imma vel-mehdiyina ve sellim teslima. Vahid və qəhhar olan Allahın adı ilə. Allahümme salli ala Muhammedin və ali Muhammed. El-imma vel-mehdiyina və sellim teslima. Allah subhanahu və Teala müqəddəs Qur'anda buyurur, həqiqətən mən yer üzündə bir xəlifə yaradacağam. Bu ilahi bəyanatda Allah subhanahu və Teala açıq şəkildə bildirmişdir ki, suverenlik və hakimiyyət yalnız ona məxsusdur. O və yalnız o hökmdar təyin etmə haqqına sahibdir. O istədiyinə hökmdarlıq verir və istədiyindən onu alar. O istədiyini ucaldar və istədiyini alçaldar. Bütün xeyir onun əlindədir və o hər şeyə qadirdir. Bu ilahi hakimiyyət prinsipi bu dünyanın bütün idarəçilik əsasını təşkil edir. Və məhz onun hökmü ilə həqiqi rəhbərlik qurulur. O, öz nümayəndələrini seçəndir və onun seçimi qüsursuzdur. Əziz qardaşlarım və bacılarım, bu ilahi açıqlama bu dünya və axirət işləri üzərində Allahın tam hökmranlığının bir sübutudur. Hakimiyyətin kimə veriləcəyinə, kimin rəhbərlik edəcəyinə, kimin onun böyük məqsədinə xidmət edəcəyinə yalnız Allah qərar verir. Və bu ilahi hikmətin sübutu nəsillər boyu üzə çıxır. Haqq vərəsələr meydana çıxır. Həqiqi rəhbərlər üzə çıxır. Və xalqın haqq qarşısında sədaqəti ilə imtahanı başlayır. Bugündən düz 10 il əvvəl, 23 yanvar 2015-ci il tarixində böyük bir kəhanət gerçəkləşdi. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh belə buyurub, Hicazı adı heyvan adı olan bir nəfər idarə edəcək. Uzaqdan baxdığınız vaxt gözlərinin çəf olduğunu görərsiniz. Lakin yaxınlaşsanız gözlərində heç bir qüsur görməzsiniz. Ondan sonra hakimiyyətə qardaşı Abdullah gələcək. Vay olsun bizim şiəmizə onun əlindən. Və o, bunu 3 dəfə təkrar etdi. Mənə onun ölüm müjdəsini verin, mən də sizə höccətin zühur müjdəsini verim. İmam Sadiq əleyhissalam bunu daha da açıqlayaraq belə buyurmuşdur. Kim mənə Abdullahın ölümünü zəmanət versə, mən də ona qaimi zəmanət verərəm. Həqiqətən də bugündən 10 il əvvəl dünya Hicaz hökmdarı Səudiyyə kralı Abdullahın ölümünə şahidlik etdi. Onun hakimiyyəti Peyğəmbər sallallahu aleyhi və alihin xəbər verdiyi həmin kəhanəti təcəssüm etdirdi. Bu hökmdarın qardaşının adı Fəhd idi. Və çoxları onu zahirən çəpgöz birinə bənzədirdi. Bu, kəhanətin birinci hissəsini yerinə yetirmişdi. Onun ölümü zülmkar bir dövrün sonuna işarə etdi və haqq varisin qiyamı üçün qapılar açıldı. Və kəhanətin ikinci hissəsi də o zaman gerçəkləşdi ki, mən, Abdullah Haşim, İmam Əhməd Əl-Həsən əleyhissalamın əmri ilə öz missiyamı elan etdim və qaim olduğumu bəyan etdim. Məhz həmin anda bu kəhanət canlandı, çünki yalnız mən bu məsuliyyəti üzərimə götürərək öz missiyamı açıqladım. Məhz həmin bəyanatda göylərin ilahi nizamı təsdiq olundu və İmam Sadiq əleyhissalamın bu sözləri yerinə yetdi. Kim mənə Abdullahın ölümünü zəmanət versə, mən də ona qaimi zəmanət verərəm. İmam Sadiq əleyhissalam həmçinin buyurub ki, qaim aşkar vəsiyyətlə tanınar. Beləliklə, İmam Sadiq əleyhissalamın sözləri gerçəkləşdi və mən Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin vəsiyyəti ilə sübutla irəli çıxdım.
Bu, 1000 ildən artıq müddətdə qorunub saxlanılmış bir vəsiyyətdir. Bu, müsəlmanların kitablarında açıq şəkildə yer alan, məni adımla haqq varis kimi göstərən vəsiyyətdir. Peyğəmbər sallallahu aleyhi və aleyh vəfatı zamanı Əli əleyhissalama dedi ki, elə bir şey yazmaq istəyir ki, ümmət ona sarılsa, heç vaxt azmaz. Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin son nəfəsində söylədiyi bu vəsiyyət İslamın müqəddəs qədəhidir. Bu vəsiyyətdə Peyğəmbər sallallahu aleyhi və aleyh Əli əleyhissalama ümmətin rəhbərliyini əmanət etdi və bəyan etdi ki, məndən sonra 12 imam gələcək və onlardan sonra 12 Mehdi gələcək. O buyurdu, ey Əli, məndən sonra 12 imam olacaq və onlardan sonra da 12 Mehdi. Ey Əli, sən 12 imamın ilkisən. Allah səni öz səmasında Əli Əl-Mürtəza, Siddiqul Əkbər, Faruqul Əzəm, Məmun və Mehdi adlandırmışdır. Bu adlar səndən başqa heç kim üçün səhih deyil. Ey Əli, sən əhl-i beytin və qadınlarım üzərinə, onlar diri və ölü ikən vəsimsən. Kimi saxlasan, sabah məni tapar və kimi boşasan, mən ondan bəri olaram. Qiyamətdə nə mən onu görəcəyəm, nə də o məni. Və sən məndən sonra ümmətimə xəlifəmsən. Əgər vəfat vaxtın çatsa, onu əməli salih, çox əta edən oğlum Həsənə təslim et. Və onun vəfat vaxtı çatsa, onu oğlum Zəki, şəhid, məqtul Hüseynə təslim etsin. Onun da vəfat vaxtı çatsa, onu oğluna, ibadət edənlərin ağası, alnı qabarlı Əliyə təslim etsin. Onun da vəfat zamanı gəlsə, onu oğlu Muhammed Baqirə təslim etsin. Onun da vəfat zamanı gəlsə, onu oğlu Cəfər Sadiqə təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğlu Musa Kazıma təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğlu Əli Rızaya təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğluna, Əmin Təqi Muhammedə təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğlu Əli Nəsihə təslim etsin. Onun da vəfat zamanı gələrsə, onu oğlu Həsən Fazilə təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğluna, Ali Muhammedin müstəhfəzi Muhammedə təslim etsin. Bunlar 12 imamdır və ondan sonra 12 Mehdi olacaq. Onun da vəfat zamanı gəldiyində onu oğluna, yaxın olanların ilkinə təslim etsin. Onun 3 adı var. Bir adı mənim və atamın adı kimi Abdullah, Əhməd, üçüncü ad isə Əl-Mehdidir. O, möminlərin ilkidir. Məhz həmin vəsiyyətdə 12 imamların adları qeyd olunub və onların arasında Mehdinin adı Abdullah da var. Mənəm o Abdullah, Mehdilərdən ilk adı çəkilən şəxs və mən İmam Mehdi əleyhissalamın və gözlənilən Yəmani İmam Əhməd Əl-Həsən əleyhissalamın canişini olaraq irəli çıxmışam. 1400 il ərzində bu vəsiyyətdə keçən Abdullah olduğunu yalnız mən iddia etmişəm. Bu da vəsiyyətin azğınlığa qarşı qoruyucu olduğunu sübut edir. Çünki onun əsl sahibi istisna olmaqla heç kim bu vəsiyyətdə olduğunu iddia edə bilməz. İmam Muhammed Baqir əleyhissalamın bu sözləri də gerçəkləşdi. Xeyr, Allaha and olsun, bu, yəni qaimin qiyamı, ta ki, qaim özü sizin üçün dəlil irəli sürməyincə və sizi özünə dəvət etməyincə əsla baş verməyəcək. Və mən 10 ildir ki, sizi haqqa, doğruluq yoluna çağırıram və sizin üçün dəlil ortaya qoymuşam ki, həqiqi rəhbəri, haqq bələdçini və haqq bayrağının daşıyıcısını tanıya biləsiniz. Peyğəmbər sallallahu aleyhi və alihin bu sözləri də gerçəkləşdi. Mehdinin bayrağında
beyət Allahadır yazılacaq. banner of the Mahdi would be written, Mən İmam Əli əleyhissalamın vəfatından bu günə qədər yalnız İmam Əhməd Əl-Həsən əleyhissalam istisna olmaqla bu bayrağı qaldıran yeganə şəxs olmuşam. of Imam Ahmad al-Hasan alayhi salam. Bu bayraq vasitəsilə biz Allah qarşısında sarsılmaz sədaqətimizi və Peyğəmbər sallallahu əleyhi və alih ailəsinin haqq rəhbərliyinə bağlılığımızı nümayiş etdiririk. The words of Imam İmam Sadiq əleyhissalamın bu sözləri də gerçəkləşdi. Qaim, sükunət və heybət ilə tanınar. Halal və haramı ayırd etməsi ilə tanınar. İnsanlar ona möhtac olar, amma o heç kimə möhtac olmaz və onunla birlikdə Rəsulullahın silahı da olar. Indeed, I have come with Həqiqətən mən sükunət ilə, ilahi varlıq və heybət ilə gəlmişəm və əlimdə Rəsulullahın qılıncı var. Allah. Mən yeni bir əhd ilə gəlmişəm və halal ilə haramı ayıran mənəm. Haram. And I have been in Mənə Rəsulullahın silahı, qılıncı və elmi əmanət edilmişdir. his knowledge. İmam Muhammed Baqir əleyhissalam buyurub, silah bizdə İsrail oğullarındakı sandıq kimidir. Sandıq harada yerləşsə, hökmranlıq da orada yerləşər. Silah harada olsa, elm də oradadır. Beləliklə, Ali Muhammed sallallahu əleyhi və alihin silahı onların elmidir. Onların elmi, onların hökmdarlıq əlamətidir və onlara hökm etmək haqqı verir. I have been the only Son 10 il ərzində yalnız mən xalqın içində zahirən, cismən Allahın Rəsulunun təyinat məktubunu daşıyan və onun adından danışan sadiq bir xidmətçi kimi durmuşam. in front of the world. Son 10 il ərzində mən qara bayrağı yaxın və uzaq diyarlarda qaldırmışam. Misirdə, Almaniyada, İsveçdə, Birləşmiş Krallıqda və daha uzaqlarda. Hər bir fitnə, imtahan və müsibət içində mən qoyun sürüsünün çobanı kimi durmuşam. Onlara qayğı göstərmiş, qorumuş və doğru yola yönəltmişəm. On the path of truth. Qapılarım möminlərə açıq olub və hər il mənim sürümün sayı artıb Flock would increase. və mən onları qarşılamış, onlara qulluq etmiş, heç birini rədd etməmişəm. Many of them. Çünki İsa əleyhissalam belə deyib, atamın mənə verdiyi hər kəs mənə gələcək və kim mənə gələrsə, mən onu əsla qovmaram. İsa belə deyib, mən yaxşı çobanam. Yaxşı çoban qoyunlar uğrunda canını fəda edər. Amma çoban olmayan, qoyunların sahibi olmayan muzlu, canavarın gəldiyini gördükdə qaçar, qoyunları tərk edər. Canavar isə qoyunları tutub pərişan edər. Muzlu qaçar, çünki o muzludur və qoyunlara önəm verməz. Mən yaxşı çobanam və qoyunlarımı tanıyıram və onlar da məni tanıyırlar. Atanın məni tanıdığı kimi mən də atanı tanıyıram və qoyunlar üçün canımı fəda edirəm. Mənim bu sürüdən olmayan başqa qoyunlarım da var. Onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək və bir sürü və bir çoban olacaq. لبيك أبو الصادق İmam Əhməd Əl-Həsən əleyhissalam mənə belə deməyi öyrətdi. Mən yaxşı çobanam. Hətta canavarın gəldiyini görsəm belə, onu xoş qarşılayacağam və mərhəmət və gözəl rəftarla onu bir qoyuna çevirəcəyəm. Digər canavarlar və vəhşi heyvanlar da mənim səsimi eşidəcək və rəftarımı görəcəklər və onlar da mənə qoşulacaq, quzu kimi zərərsiz olacaqlar və bir sürü və bir çoban olacaq. Çünki Peyğəmbər Yeşaya əleyhissalam belə deyib, canavar quzu ilə birlikdə yaşayacaq, leopard keçi ilə yan-yana uzanacaq, buzov və şir və bala inək birlikdə olacaq və kiçik bir uşaq onlara rəhbərlik edəcək. Və Yeşaya Peyğəmbərin sözləri mənim vasitəmlə həyata keçdi. O kiçik uşaq mənəm, lakin mənim təbliğ etdiyim sevgi o oğrular tərəfindən qəbul olunmadı. Yalançı hökmdarlar və liderlər çıxış etdilər və mənim qoyunlarımı öldürmək, qırmaq, zindana atmaq istədilər. İranda televiziyada haqqımızda yalanlar yaydılar, haqqımızda sənədli filmlər hazırladılar və bizi azğın elan etdilər. Cəmaatımızı həbs etdilər,
Onları amansızcasına döydülər və Evin zindanına, hətta Suriyanın işgəncə otaqlarından daha pis bir yerə saldılar. Qadınları təcavüzlə hədələdilər, kişilərin kəllə sümüklərini parçaladılar. Hizbullahdan qatillər göndərdilər ki, məni vurub zərər yetirsinlər. Lakin Rəbb məni qorudu. Əlcəzairdə oğrular bizim cəmaatımızı həbs etdilər, qoyunlarımızı zindana atdılar və dövlətin dırnaqarası dini hakimiyyəti xalqımızı açıq şəkildə kafir elan etdi. İnsanlara onları işə götürməyi, onlara bir şey satmağı və ya onlardan bir şey almağı qadağan etdi. Amnesty International kimi beynəlxalq insan haqları təşkilatları bizim müdafiəmiz üçün bəyanatlar verməli oldu. Televiziyaya çıxaraq bizim haqqımızda danışdılar. Misirdə, Mərakeşdə, Azərbaycanda, İordaniyada və İraqda da onlar bizim cəmaatımıza qarşı eyni şeyi etdilər. Tayland və Malayziyada da bizim cəmaatımıza zülm etdilər. Malayziyada cəmaatımız həbs edildi və onların əleyhinə dini fətvalar verildi. İnamımızın din şəkildə yaşanması qadağan edildi və media, polis, dini qurumlar və baş nazirin ofisi hamısı bizim əleyhimizə bəyanatlar və dini hökmlər yaydılar və möminlərə qarşı orderlər çıxarıldı. Əhmədi Sülh və Nur dininin heç bir üzvü dünyanın heç bir yerində dini azğınlıq və ya mürtədlik kimi uydurma cinayətlər istisna olmaqla cinayət törətməkdə mühakimə olunmayıb. Amma buna baxmayaraq xalqımız möhkəm dayandı. Onlar heç vaxt haqdan üz döndərmədilər və onların bizi susturmaq üçün göstərdikləri bütün səylərə baxmayaraq möminlərin imanı yalnız daha da gücləndi. 2023-cü ildə dünyanın müxtəlif yerlərindən 104 mömin doğma ölkələrindən qaçaraq Türkiyədə toplandı. Onların hamısı Bolqarıstan-Türkiyə sərhədində qanuni və sülh yolu ilə sığınacaq almaq üçün müraciət etməyə çalışdı. Əvəzində Türkiyə hakimiyyət orqanları tərəfindən amansızcasına döyüldülər və həbs olundular. Onlara işgəncə verildi, zindana atıldılar və hədələndilər. Bu məsələ Birləşmiş Millətlər Təşkilatına və Avropa Birliyinə çatdı və BMT-nin bir neçə qurumu tərəfindən Türkiyə hökumətinin hərəkətləri qeyri-qanuni elan edildi. BMT tərəfindən əlavə bir qərar verildi. Bu qərar Türkiyəyə bizim inancımızın üzvlərini deportasiya etməyi qadağan etdi və onların dərhal azad olunmasını tələb etdi. Demək olar ki, bir il həbsdə saxlanıldıqdan sonra Türkiyə hakimiyyət orqanları onları azad etdi. 104 nəfərdən bir çoxu artıq Avropaya çatıb və sığınacaq əldə edib. İndiyədək İspaniya, Latviya, Yunanistan və bugün 4-cü Avropa ölkəsi olaraq Fransada bizim xalqımıza sığınacaq vermək qərarı alıb. Fransa Əlcəzairdən Türkiyəyə qaçdıqdan və orada həbs olunandan sonra Fransanın 3-cü ölkədəki səfirliklərindən birində sığınacaq üçün müraciət etmiş Rizvan Foufaya, onun həyat yoldaşı Nəciməyə və onların gözəl qızları Məryəmə sığınacaq verdi. Rizvan Əlcəzairdə həbs olunmuşdu. Həyat yoldaşı və qızı isə ev dustaqlığında saxlanılmışdı. Sonra isə hər üçü Türkiyədə həmin 104 nəfərlik qrupun tərkibində həbs edilmişdi. Onlar həyatlarının demək olar ki, 2 ilini zindanda itirdilər. Fransa, Rizvan, Nəcmə və Məryəm üçün viza verdi və onlar uğurla təyyarəyə mindilər və Fransa torpağına endilər. Əksər ölkələrdə sığınacaq üçün müraciət yalnız həmin ölkənin ərazisində olduqda mümkündür. Amma Fransa, Rizvan və onun ailəsinin sığınacaq müraciətini ölkə xaricində ikən qəbul etdi və onlara giriş vizası verdi. Bu, Fransa hökumətinin atdığı qeyri-adi və mühüm bir addımdır və buna görə biz eyni şəkildə daha əvvəl Latviya, İspaniya və Yunanistan xalqlarına təşəkkür etdiyimiz kimi, Fransa xalqına da xalqımızı qəbul etdikləri və səxavətləri üçün təşəkkür edirik. Bu, bizim üçün və dinimiz üçün tarixi bir andır. Çünki bu o deməkdir ki, dəvətin 10-cu ilində nəhayət biz qlobal miqyasda tanınmağa başlayırıq və dünyanın hər yerində 10 minlərlə ardıcılımız var. Adımız BMT-yə çatıb.
və 4 Avropa ölkəsi artıq xalqımıza qapılarını açıb. Bundan əlavə, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları rəsmi olaraq bizə öz ölkələrində azad fəaliyyət göstərmək icazəsi verib və kilsə statusu tanıyıblar. Bunlar son bir neçə ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər və dönüş nöqtələridir. Amma təkcə bunlarla kifayətlənmir. Son 2 il ərzində biz həm də 2 peyk televiziya kanalı açmışıq. Bu kanallar 8 dildə 3 qitəyə yayımlanır və 100 milyonlarla evə çatır. Həmçinin biz son 2 ildə 3 kitab nəşr etmişik və bu kitablar 21 müxtəlif dilə tərcümə olunmuşdur. Son 18 ay ərzində yeni möminlərin axını ilə qarşılaşdıq. Yalnız bu müddətdə 3000 yeni üzv qeydiyyatdan keçib. Bu rəqəmə qeydiyyatda olmayan və daha əvvəl mövcud olan üzvlər daxil deyil. Son 2 il ərzində biz 150-dən çox mühazirə və xütbə çəkmiş və yayımlamışıq və bu çıxışlarda dinimizi ətraflı şəkildə izah etmişik. Gələcək 12 ayda da planlarımız var. Yeni bir kitab nəşr etmək, yeni bir peyk kanalını fəaliyyətə başlatmaq. Bundan əlavə 7/24 fəaliyyət göstərəcək yardım xətti açmağı planlaşdırırıq. Dünyanın harasında olursa olsun, tibbi məsləhətə ehtiyacı olan hər kəs bizim bu dəvətə inanan bir çox həkimlərimizlə əlaqə saxlayaraq dəstək ala biləcək. Bu təşəbbüs təhlükəli vəziyyətdə olanlar və tibbi yardım ala bilməyənlər üçün həyati əhəmiyyət daşıyan bir dəstək təmin edəcək. Eyni zamanda biz xarici yardım proqramı da qurmaq niyyətindəyik və bu proqram vasitəsilə bu dəvətə inanan və ehtiyac içində olan, sığınacaq axtaran möminlərə ta ki təhlükəsizliyə qovuşana qədər maliyyə dəstəyi göstəriləcək. Bu məqamda mən bir üzvümüzə dünyada sığınacaq axtaran möminlərə verdiyi fövqəladə dəstəyə görə təşəkkür və hörmətimi bildirmək istəyirəm. Həmin şəxs eyni zamanda Amnesty International təşkilatında Əlcəzair və Liviya üzrə ölkə koordinatorudur. Hadil El-Xoli. Eyni zamanda mən inancımızın 2 fövqəladə üzvünü, cənab Onur Aydın və Karolin Hörən, dünyanın müxtəlif yerlərində əziyyət çəkən insanlarımız üçün göstərdikləri inanılmaz yardımlara görə onları tanıtmaq və təşəkkür etmək istəyirəm. Onlar haradadırlar? Bundan başqa, bu axşam aramızda olan 104 nəfərdən birini, əziz qızımız Məsumə Əbdüllətifi də hörmətlə tanıtmaq istəyirəm. Haradadır o? Məsumə Əbdüllətif Türkiyədə dəhşətli şəraitdə demək olar ki, 1 il həbs həyatı yaşadı. Fədakarlığın və dözümün üçün təşəkkür edirik. Bu axşam hamımız sənin fədakarlığını ehtiramla yad edirik. Allah səni qorusun.
Həmçinin Birləşmiş Krallıq vətəndaşı olan 2 nəfəri tanıtmaq istəyirəm. Müstəqil jurnalist Aleksandra Foreman və Sermad Əl-Xəfaci. Zəhmət olmasa ayağa qalxın. Alex haradadır? Onların şücaətləri və xalqımızın mübarizəsini üzə çıxardıqları üçün təşəkkür edirik. Onlar 104 nəfərin əzab çəkdiyi dövrdə Türkiyəyə səfər etdilər və Türkiyə hakimiyyəti tərəfindən 104 nəfərə qarşı həyata keçirilən vəhşicəsinə hücumları peyksiz televiziya vasitəsilə canlı yayımlayaraq sənədləşdirə bildilər. Mən 104 nəfərə və dinimizin dünyanın şərqində və qərbində əzab çəkən bütün üzvlərinə, bu dəvətə inanaraq güvənən, imanlarına azad şəkildə yaşamaq və məramımızı böyük risklər bahasına təbliğ etmək üçün hər şeylərini ortaya qoyanlara təşəkkür etmək istəyirəm. Biz sizlər üçün mübarizəni heç vaxt dayandırmayacağıq və xalqımıza harada olurlarsa olsunlar yardım etməyə davam edəcəyik. Əziz qardaşlarım və bacılarım, dünyanın öz başına dəyişməsini gözləyərək evlərimizdə sakitcə oturmağımız kifayət deyil. Bu heç vaxt nəticə verməyəcək. Ədalət uğrunda mübarizə, hüquqlarımızın tanınması uğrunda mübarizə və ilahi ədalət dövlətinin qurulması üçün mübarizə fəallıq tələb edir. Bu mübarizə bizim aşkarda olmağımızı, danışmağımızı və yer üzünün hər bir güşəsində varlığımızı bildirməyimizi tələb edir. Bu, tarix boyu əzilən bütün xalqların apardığı eyni ədalət mübarizəsidir. Biz İmam Mehdi əleyhissalamın əshabıyıq və biz dünyanın görməyə ehtiyacı olan haqq bayrağını daşıyırıq. Bu, bizim üçün yalnız inancımızı müdafiə etməklə kifayətlənməyən, eyni zamanda hərəkatımızı tanıtmaq kimi müqəddəs bir vəzifədir. Biz kim olduğumuzu göstərməkdən qorxmamalıyıq. Afişalar yapışdırmalı, ictimaiyyət qarşısında danışmalı, başı dik yürüməli və azad insan kimi yaşamaq hüququmuzu digər hər kəs qədər uca səslə bəyan etməliyik. Aşkarda olmanın gücünü əsla kiçik hesab etməyin. Biz səsimizi ucaltdıqda və varlığımızı aşkar etdikdə dünyaya xatırladırıq ki, artıq susmayacağıq. Əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik. Hər bir afişa, hər bir toplantı, hər bir dinc etiraz bizim tanınma hüququmuzu tələb etmək üçün bir vasitə olmalıdır. Biz gizli bir hərəkat deyilik və kölgələrə sıxışdırılmayacağıq. Bu baş verməyəcək. Hər dəfə səsimizi ucaltdıqda, hər dəfə mesajımızı paylaşdıqda, o görkəmli hədəfə bir addım daha yaxınlaşırıq. Bu dünyadakı varlığınızın gücünü əsla az qiymətləndirməyin. Çünki birlikdə dayandığımız zaman, haqlarımız uğrunda ləyaqətlə və cəsarətlə mübarizə apardığımız zaman, biz peyğəmbərlərin və imamların verdiyi vədləri həyata keçiririk və ilahi ədalət dövlətinin öz ömrümüz içində gəlişini təmin edirik. Ona görə də, əziz qardaşlarım və bacılarım, sizdən xahiş edirəm, qorxmayın, başınızı dik tutaraq dünyaya çıxın və onlara bizim kim olduğumuzu göstərin. Əgər həyatınıza görə qorxursunuzsa, onda gecə çıxın. Sabah oyananda görməməzlikdən gələ bilməyəcəkləri afişalar, plakatlar və banerlərlə qarşılaşsınlar. Tanınma haqqımız üçün mübarizə aparın. İmanımızı yaşamaq haqqımız üçün mübarizə aparın. Və ədalətin, sülhün və bərabərliyin yer üzünü dolduracağı o gün üçün mübarizə aparın. Peyğəmbərlərin səhabələri zülmə qarşı möhkəm dayandıqları kimi biz də bugün möhkəm dururuq. Yol çətin ola bilər, amma bu doğru yoldur və biz bu yolu qürurla, şərəflə və Allahın ədalətinin üstün gələcəyinə tam inamla yürüyürük. Bilin ki, yaxşı sonluq Allahdan qorxanlar üçündür. Gəlin bu il bütün dünyanın bu dəvəti və bu dini eşitdiyi il olsun. Bu dəvətə dəstək verən möminlərə və bu dəvəti yaymaq üçün çalışan hər bir möminə təşəkkür edirəm.
Əgər İsa buyurubsa, mənim krallığım bu dünyadan deyil, onda mömin bu dünyadan olmayan bir krallığın və ölkənin vətəndaşıdır. Bu, hələ gələcək olan bir ilahi ədalət dövləti, heç kimin ac qalmadığı, ehtiyaclı birinin olmadığı bir ölkədir. Bütün insanlığın ahəngdar yaşadığı, müharibə və cinayətlərin yox olduğu bir dövlət, insanlığın hər şeydən üstün tutulduğu, hər kəsin bir ailə kimi birgə yaşadığı bir dövlət. Bu krallıq və ölkə ilk öncə öz aramızda həyata keçirərək dünyaya göstərə biləcəyimiz bir yerdir. Fariseylər İsa'ya Allahın krallığının nə vaxt gələcəyini soruşanda, İsa cavab verdi. Allahın krallığının gəlməsi gözlə görüləcək bir şey deyil. İnsanlar da onun üçün buradadır ya da oradadır deyə bilməzlər. Çünki Allahın krallığı sizin içinizdədir. İlahi ədalət dövləti və ya Allahın krallığı hər yerdə Allah tərəfindən seçilmiş imamın olduğu yerdir. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurub ki, əgər biz ilahi ədalət dövlətini qurmaq istəyiriksə, əvvəlcə onu öz içimizdə qurmalıyıq. Gəlin bu axşam, qardaşlarım və bacılarım, 23 yanvarı Kral Abdullahın ölüm gününü, Tağutun ölüm gününü, Höccətin zühur gününü, İmam Mehdi əleyhissalamın zühur gününü, Qaim əleyhissalamın zühur gününü qeyd edək. Bugün bizim ilahi təyinat günümüz, Qədir günümüz olsun. 23 yanvar bizim and içmə, ilahi ədalət dövlətinə beyət günümüz olsun. Bu dövlət bu dünyaya aid deyil, amma əvvəlcə içimizdə qurulmalıdır ki, sonra dünyada təzahür etsin. Bugün bizim qaimə, Mehdilərə, Əhl-i Beyt imamlarına, əleyhissalam, sədaqətimizi elan etdiyimiz gün olsun. Bugün zülmün sona çatması, ilahi ədalətin yeni dövrünün başlanğıcı olsun. İndi sizdən, əziz qardaşlarım və bacılarım, bugün burada olan və ilahi ədalət dövlətinin ilk vətəndaşları olmaq istəyən hər kəsdən xahiş edirəm. Sağ əlinizi qaldırıb, mənimlə birlikdə təkrar edin. And içirəm Allahın hüzurunda və onun rəsulunun hüzurunda və onun səma əhlinin hüzurunda ki, mən imtina edirəm və rədd edirəm və inanmıram hər bir tağuta, Allah onlara lənət etsin, hər bir zalıma və yalançı iddiaçıya, o kəs ki, Allah adına danışır və ya hərəkət edir. Əşhədü ən la ilahə illallah. Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur. Və əşhədü ənnə Muhammədən abduhu və rasuluhu. Şəhadət verirəm ki, Muhamməd onun qulu və elçisidir. Və əşhədü ənnə Əliyyən vəl-əimmə min vuldihi. Hücəcullah. Şəhadət verirəm ki, Əli və oğullarından olan imamlar Allahın höccətləridir. Və əşhədü ənnə Mehdiyyə vəl-Mehdiyyinə min vuldihi hücəcullah. Və şəhadət verirəm ki, Mehdi və Mehdilər Allahın höccətləridir. Bu şəhadətlə yaşayacağam. Bu şəhadətlə öləcəyəm. Bu şəhadətlə diriləcəyəm inşallah. Mən bəyan edirəm. Möminlərin və imamın hüquqlarını qoruyacağam. Və and içirəm ki, Qaim Əba Sadiqi və onun Allah tərəfindən təyin olunmuş varislərini qoruyacağam. Ona xidmət edəcəyəm.
və dəstək olacağam. Successors of his. And içirəm uca olan Allaha, The Most High ədalətsizliyə qarşı möhkəm dayanacağam. against the pressure. Ədalət uğrunda mübarizə aparacağam Fight for justice və ilahi ədalət dövlətini qurmaq üçün tirelessly sülh, to establish the bərabərlik, bərəkət və bütün bəşəriyyət üçün equity, yorulmadan çalışacağam. parity for all of humanity. Let this oath, my brothers, Qardaşlarım və bacılarım, bu şəhadət bizim dönməz bağlılığımızın, Allah və onun təyin etdiyi nümayəndələrə sadiqliyimizin şəhadəti olsun. appointed representative. Bu an bu gecə səmalarda və yerdə əks-səda tapsın. Biz ədalət, sülh və xeyirxahlıq missiyası uğrunda birləşək. Çünki biz sadəcə bir liderin ardıcılları deyilik. Followers of a leader. Biz yeni dünyanın öncüləriyik. Allahın ilahi ədalətinin hökm sürdüyü, heç bir insanın yoxsulluqda, ağrı, acı və ya qorxu içində qalmadığı bir dünyanın, xeyirxahlığın əməllərimizi idarə etdiyi və haqqın hər qanunun təməli olduğu bir dünyanın. İlahi ədalət dövləti uzaq bir xəyal deyil. O, doğulmağı gözləyən bir həqiqətdir və onu meydana gətirmək bizim vəzifəmiz, şərəfimiz və məsuliyyətimizdir. Bu dövlətimizi qurmaq üçün birgə fəaliyyətimiz, haqqa bağlılığımız və Allahdan dönməz inancımız vasitəsilə hərəkət edəcəyik. Biz Allah Rəsulu sallallahu aleyhi və alihin qara bayrağının daşıyıcılarıyıq. The banner of the messenger of Allah and the banner of Allah Rəsulunun bayrağı, haqqın bayrağı. the light of Bu bayraqla ədalətin nuru bütün yer üzünə yayılacaq. the false Zülmkarlar, saxta hökümdarlar və bu dünyanın zalimları hər gün parlayan həqiqət nurunun qarşısında zülmətə qərq olacaq. journey Bu yolda tək deyilik, Allahın iradəsi ilə birləşmişik. İmamların və mehdilərin nuru ilə istiqamət almışıq. we are the Biz haqqın əskərləriyik və missiyamız Allah tərəfindən təyin olunub. may be in turmoil. Dünya qarışıqlıq içində ola bilər, hökümdarlar zülmkar ola bilər, yol çətin görünə bilər, amma yadınızda saxlayın. Qardaşlarım və bacılarım, ilahi ədalət dövləti gələcək və onu gətirəcək məhz bizik. And it is within our Bu, səmalarda yazılıb və yer üzündə onu göstərmək bizim əlimizdədir. Odur ki, ey möminlər, iman, cəsarət və əzmlə qalxın. Haqq bayrağını ucaldın. Ədalət səsləri onu axtaranların qəlbində əks-səda tapsın və ilahi ədalət dövləti əvvəlcə öz içimizdə, sonra isə bütün dünyada qurulsun. and then İmanımızda birləşəndə, ədalətə bağlılığımızda birlikdə durduqda, Allahın krallığının, sülhün, bərəkətin və əbədi haqqın krallığının yer üzündə təzahürünə şahidlik edəcəyik. on earth a king Bu bizim qismətimizdir və o bugün başlayır. our destiny and it begins Qoy dünya bilsin ki, Mehdinin ardıcılları qiyam edib Mahdi have risen və ilahi ədalət dövləti Allahın iradəsi ilə, onun sadiq möminlərinin səyləri və onun rəhbərliyinin nuru ilə qurulacaq. by the light of his guidance. May Allah Allah hər birinizi qorusun və bizə vəzifəmizi yerinə yetirmək üçün güc versin. fulfill our mission. Now, if you're İndi əgər maraqlanırsınızsa, zəhmət olmasa sıraya düzülün. Biz bu masanı gətiririk və vətəndaşlıq sertifikatlarınızı paylayacağıq. certificates of citizenship on this تيمور الألفي.
Feiruz. Feiruz Mohammed Salah Mohammed Ahmed. Yasmin Guisi. Yeah. Okay. Amina Alamgir. Congratulations. Muhammad Irfan Alamgir. Thank you. Alia Sharif. Yeah. Alia Sharif. Ali Raouf Kadum. Khadum. Arnold Ballet. Arnold Ballet. Veronica Espanda. Congratulations. Rida Zainab. Rida Zainab. محمود كمال عبد السلام إبراهيم القرش. تسليم بيبي. She's not here. Somebody can take on her behalf. I'm taking her back. Ali Haidar. علي حيدر. Congratulations. نجم حسين شاه. Congratulations. نسيم شاه. Congratulations. Claudia Flotate. Congratulations. Bushra Tahir. She's not here. Can you take it on her behalf? Iman Al-Zahra Hashim. Congratulations. Uri Kula. Congratulations. Arbaz Haidar. See. Congratulations. Remy Huye. Congratulations. Amir Masoud. Congratulations. Muhin Haidar. Is Muhin? Congratulations. Samira Ahmed Zada. Congratulations, you're welcome. Ardian Demirovich. Congratulations. Noor Fatima Ali. Congratulations. Nijat Ahmed Zadi. Congratulations. Céline Descroix. Mark Ferreira. Congratulations. Sabah Yafai. Congratulations, Sabah. Michelle Musa. Congratulations, Michelle.
Joseph Dean McGowan. Congratulations. Congratulations, Joe. Waqar Hussein Shah. Mamada Rurimshwiga. Mamadou. Nadim Abbas. Nadim. Nadim Abbas. Yeah, it's not here. Ahmed Khairul Hadi bin Osman. Congratulations. Congratulations. God bless you. Runa Funke. She's here. Congratulations, Runa. Congratulations. Mustafa Halal. God bless you. Michelle Zara. She's here. Congratulations. Sayyida Alia Muhammad. Thank you, Ustad. God bless you. Omar Al Suqur. تركت السفيان من بيت المال. Leila Lutfi. عامر الصقور. Thank you, Father. شكرا. God bless you. Myra Batul. God bless you. حسام الحكيم. Thank you, Father. God bless you. جواهر موني. Moni. موني. دريم تشارلز. Where's Dareem? سماح محمد. Miss سماح. مبروك. Congratulations. مصطفى موسى. God bless you. Thank you. ياسمين القزاز. Is she? Thank you so much. Congratulations. كشف الله عمل الدين. أمل الدين. Congratulations. God bless you. Thank you very much, Father. سهى الصقور. Thank you. Congratulations. مبروك عليك يا سهى. مريم ديميروفيتش. Congratulations. فرزانة فقير. Congratulations. Shaitan Iblis Anatullah Ali is having seizures right now. all these people that are choosing the supremacy of Allah subhanahu wa ta'ala. روكسانا كوسار. He's not here. You'll take it. Hadil Muhammad Salah Muhammad Al-Khuli. Thank you. Thank you, Sam. Sarah
حياة. There you go. Congratulations. Jonathan Angela. طاهر عباس. Congratulations. Daniel Haider. Jamil Musa. Maryam Bibi. Thank you, Abu Sadik. Congratulations. Alicia Batul. Alicia. دعاء زهراء. Congratulations. منال حلال. God bless you. Thank you, Father. God bless you. Congratulations. عزيزل بن ربو. You know, this citizenship, it extends to your children. لبنى بيبي. Congratulations. سيد قيصر عباس. Congratulations. Congratulations, Kaisar. رعد عبد الزهراء علي الغنامي. مبروك. فواد حيدر. مبروك. Congratulations, brother. Thank you for everything. Thank you for service and everything. سناء علي. She's not here. Take it for you. Zishan Jeffrey. She's also here. Vanessa Deborah Gardia Vega. God bless you. Thank you so much. Uner Aydin. Ala Dehnawi. Ihnawi? Thank you so much, Father. تفضل. مبروك. سارة بوزوغة. Congratulations. Thank you. Karina Benjamin. She's here? Yeah, you take it from her. أمي كلثوم بنتي أوان. Congratulations. Tahani Amina Hashim. Where is Tahani? Almas Zara. Kevin Omar. Congratulations. سيد قدير حسين شاه. Chachu. أحمد بخاري. Congratulations. Thank you, Ahmed. محمد ديني.
Lady Leila. مزنان بن عثمان. Lady Leila. Thank you, Muslim. God bless you. God bless you. Thank you. Congratulations. محمد صفوان. جنيد علي. Thank you, Junaid. God bless you. Alexandra Grace. God bless you, sir. Cypress Sonier. Bless you, sir. حاتم صيدر. Sidr. صدر صدر المنتهى. منى البجاوي. Sultan. Sultan. منى سلطان. Thank you. Thank you. مبروك. Thank you very much. My best diploma of my life. MashaAllah. Thank you very much. I love you so much. Love you too, kid. Thank you so much. يان كولينج. مليكة موسى مدلي. God bless you, kid. Congratulations. كلارا قاسم. Congratulations. God bless you. سرمد الخفاجي. Alexandra Mary Foreman. Aliyah Musa Medley. Congratulations. Sara Saber. فرحة موسى. Congratulations. أون علي حيدر. مريم مرفوق. علي عباس. الزهراء شوقي محمد إبراهيم. هيثم قاسم. He's not here? Okay, I'll have it for you. سارة بتول. جيوم باليه. محمد رملي.
جوهرة يفعي. Congratulations. ندى موسى. Congratulations. فرح بتول. عتيقة بتول. علي محمد. One of مريم. my most faithful soldiers there. Mohammed, God bless you. Love you too. مريم شوقي أحمد محمد عبد الكريم. سوسن بتول. صنعاء حيدر. Congratulations. محمد دانيال بن عزيزل. God bless you. نصران بن كشف الله. محمد نسائي بن عبد الرحمن. نيمة فيروزي. ساجد علي. محمد بن شيقة. زونغ زوانغ. God bless you, Zach. حسن عبد الرزاق. Listen, God bless you. نصوحة بن كشف الله. وسيم بيبي. توماس سايمون. ماريا صحبيلي. Thank you. بيزاء قاسم. Congratulations. معصومة محمد عبد اللطيف. فريدريك دريكس توماس. Congratulations. حزمان دولي. عثمان. مدثر حسين شاه. طلال عبد الكريم.
محمد حسام الدين فؤاد شلبي أيوب. سند. دليلة بنت أمل الدين. Thank you, Father. Thank you. Thank you, Dalila, for everything. Ghazala Said. Ismail Dawoodi. Thank you. Lina Kamel. Thank you for everything that you've done. Yasmin Sharif. Marina Binti. Caroline Horan. Gustavo Alberto Ruiz Quinteros. Thank you for everything. Janetta Demirovich. Thank you so much. Arshid Fakir. James Pollard. Ramazan Demirovich. Thank you so much for everything. Zoran Abbas. Muhammad Ali Shah. Kalsoom Shah. God bless you, Kalsoom. Muhammad Abbas. إياد الخولي. جافد الغني بالله. محمد شهر نظام بن إلياس. نور بنتي. حامد رزا الصغاري. أحمد محمد سليمان حلال. روضة شوقي أحمد محمد عبد الكريم. زل اسكندر ابن الجوهري. رنا عبد الرؤوف. شاهين بيبي. and Zahra. Where's Zahra? حسين خدوم. ريحان علي.
Kayshawn Radcliffe Maggs Hamilton. Sarah Buzilin. I love you too so much. God bless you and thank you for everything. Hamza Qasim. Ivan Silva Morales. Evlərində olan hər kəsə və bütün möminlərə İspan dilində bir neçə söz deyə bilərsənmi? Çox təsirləndim. Bu təəccüblüdür. Mən yer üzündə Allahın ipini tapdım və buna görə çox minnətdaram. Bu böyük ailənin bir hissəsi olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Doğrudan da şahid olduğum bu an üçün sözlər kifayət etmir. Çox sağ olun ata və Allah sizi qorusun. Bu axşam haqqında nə düşünürsən? Elə inanılmaz deyildimi? Mənə de, özünü necə hiss edirsən? Düşünürəm ki, subhanallah, bu dünyaya açıq bir mesajdır. Ətrafında baş verən hər şeyin işarələrinə diqqət yetirməlisən. Çünki Allah bizə 10 il əvvəl hədis yerinə yetiriləndə danışdı və bu gün də bizimlə danışır. Hələ bu qatara minmək üçün gec deyil. Bu ilahi ədalət dövlətinin şəhadətnaməsini əlində tutmaq, ilk vətəndaşlardan biri olmaq inanılmaz deyildimi? Tamamilə möhtəşəmdir. Mən çox şərəf duyuram, minnətdaram. Əba Sadiq əleyhissalama sonsuz təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. İndi qardaşların tərəfinə keçirəm. Bugün biz Əba Sadiq əleyhissalamın bütün bu gerçəkləşmiş kəhanətlərdən danışdığını eşitdik. Dəlillər üzərinə dəlillər. Bu qədər kəhanətin Əba Sadiq əleyhissalam ilə birlikdə və onun bayrağı altında yerinə yetirildiyini görmək sənə necə təsir etdi? O seçilmiş şəxsdir, o göndərilən kəsdir, o qaimdir, qalxan şəxsdir, o gələcək və hər kəsi azad edəcək. Elə isə Allah üçün ilahi ədalət dövlətində olmaqdan başqa nə edə bilərik ki? Bu indiyə qədərki ən möhtəşəm şeydir. Allaha onu göndərdiyi üçün çox minnətdaram. Və bu gerçəkdir, o dinin özüdür, o həmin insandır, din insandır və o bizim əziz, sevimli atamızdır. Burada olan hər kəs kimi bu zaman yaşamaq möcüzədir. Biz bu zamanı hər gün, hər saniyə, saat və dəqiqə qeyd edəcəyik. Təkcə onun üçün yox, həm də bu planetdə ilahi ədalət dövlətinə qatılmaq istəyən hər kəs üçün. Çox təşəkkür edirəm və təbrik edirəm. Sərmad, səni də təbrik edirəm. Çünki sən Əba Sadiq əleyhissalamın çıxışında bəhs etdiyi möminlərdən birisən. Türkiyədə olarkən 104 nəfərlə bağlı baş verən hər şeyi sən işıqlandırmışdın. İndi isə o 104 nəfərdən biri olan Məsumənin burada iştirak etdiyini və Əba Sadiq əleyhissalamın çıxışında tanındığını gördün. Bəlkə də bu barədə bir neçə söz deyə bilərsən. O heç kimi unutmur. O qəlbdə nə varsa hamısını bilir. 104 nəfər üçün etdiklərimiz dünya üçün bir mərhələ idi. Amma bu dəvət üçün kiçik bir addım idi. Və bu dəvəti dünyanın diqqətinə çatdırdı. Bu inqilabın doğuluşudur. Elədir, tamamilə. Elədir. Dünya oyanmalı və nəyin əsli olduğunu anlamalıdır. Bu da Allahın müqəddəs ruhudur. O buradadır və əlhəmdülillah. Səni təbrik edirəm. Çox təşəkkür edirəm. Təbrik edirəm. Əssalamu aleykum, qardaş. Sən The Arrivals dövründən bəri Əba Sadiq əleyhissalamı izləyənlərdən birisən. Maraqlıdır. Bu qədər hadisəni The Arrivals'dan bəri görmək, indi 10 il sonra bu qədər uğurları eşitmək, bu 10 illikdə baş verənləri görmək. Sənin üçün necə bir hissdir? Bəli, bu inanılmazdır. Bu mənim üçün 2008-ci ildən birbaşa onu izləmək üçün qısa bir yol ola bilərdi. Amma biz həyatımızda böyük bir döngə etdik və indi buradayıq. Minnətdaram və əlhəmdülillah.
və Allah hər kəsi qəbul etsin. Qoşulmaq istəyən hər kəs xoş gəlmisiniz. Və elhamdülillah, mən çox şükür edirəm ki, burada bizim Əbə Sadiq əleyhissalam ilə birlikdəyəm. Çox təşəkkür edirəm və təbrik edirəm. Rad Əbə Muhammed, səni təbrik edirəm. İmam Mehdi əleyhissalam kanalında illərdir qışqıran, İraq xalqını oyadıb İmam Mehdinin burada olduğu həqiqətinə, Əbə Sadiq əleyhissalamın onların xilas edicisi olduğuna çağıran üsyankar bir səs olaraq, bugün sən bu nitqi eşidərək, gecə-gündüz alimlərin və müctəhidlərin danışdıqları, amma yalnız burada gerçəkləşən və indi bir-bir ardınca eşitdiyin bu kəhanətlərin həyata keçdiyini görürsən. Bizə danış, bir mömin kimi, bir mücahid kimi, kanalın üsyankar bir səsi kimi, bu anda nə hiss edirsən? Vallahi hissim budur ki, mən qürur duyuram və böyük bir neməti hiss edirəm ki, Allah Subhanahu və Taala məni bu zamanda, bu dünyada yaradıb ki, Həbibim Əbə Sadiq əleyhissalama yardımçı olum. Doktor Əli də bilir ki, müsəlmanların vəziyyəti çox çətindir. Beyyət Allahadır bayrağı müsəlmanlara ağır vəziyyətdə qoydu. Bugün yer üzündə Allahın hakimiyyətini tələb edən və rəhbərin Allah tərəfindən təyin olunmasını lazım olduğunu söyləyən tək şəxs Həbibimiz Əbə Sadiq əleyhissalamdır. Və o, Peyğəmbərin vəsiyyətini tələb edən yeganə şəxsdir. Təəssüf ki, bu vəsiyyəti bugün həm sünnilər, həm şiələr rədd edirlər. Bugün biz Əbə Sadiq əleyhissalamın simasında İmam Əli əleyhissalamın vilayətini görürük. Mən bugün Allahın ənsarlarının Əli ibn Əbu Talibin ənsarları olduğunu görürəm. Bu zamanda haqq onların adı ilə ucalır. Bugün Əbə Sadiq əleyhissalam yer üzündə İmam Əli əleyhissalamın yeganə vilayətini təmsil edir. Bizim üçün şərəfdir ki, Əbə Sadiq əleyhissalamın dövründə bir ağacda bir yarpaq belə olab. Allahu Əkbər, düz dedin. Həmd olsun Allaha. Çox sağ ol. Həmid Rıza qardaş. Salam aleykum. Aleykum salam. Mən sadəcə demək istəyirəm ki, bugün çox mübarək bir gündür. Biz bugün mübarək kralımız Əbə Sadiq əleyhissalamı öz taxtında görürük. Və mən demək istəyirəm ki, onun burada onunla birlikdə yüzlərlə əskəri var. Onlar onun üçün hər şey etməyə hazırdılar. Biz onun uğrunda ölməyə hazırıq. Və onun 10 minlərlə əskəri var. O onlara sola gedin deyir, onlar sola gedirlər. Sağa gedin deyir, sağa gedirlər. O ən uca dağlara işarə edir. Onlar onun üçün ora getməyə hazırdılar və onlar hər yerdə bayraqlar asırlar. Onlar hər yerdə posterlər yapışdırırlar və sizə deyirəm, burada olmayanlar çox şey itirirlər. Bu insan Allah adamıdır. Bugün Allahın hakimiyyəti günüdür. Ləbbeyk ya Əbə Sadiq. Kəşfullah qardaş, Malayziyadakı üzvlər Malayziya hökumətinin çoxsaylı təqiblərinə məruz qalıblar. Son vaxtlar Malayziya küçələrində Abdullah Haşim Mehdidir yazılmış bir baner asılıb. Mən istəyirəm ki, Malayziya hökumətinin təzyiqlərinə baxmayaraq, imanlarını elan edən və onu açıq şəkildə nümayiş etdirən bütün cəsur Malayziyalı möminlərə bir söz deyəsiniz. Onlar çox cəsarətlidirlər və bu gün Əbə Sadiqin çıxışında dediyi kimi susmağa razı deyirlər. Onlar üçün bir söz demək istərdinizmi? Bəli. Əlhəmdülillah. Nə baş verdi? Noyabr ayının sonunda bizim ənsarlarımızdan bəziləri həbs olundu, məhkəməyə verildi. Və onlardan biri həbs cəzası aldı. Biz gözləmirdik ki, bizim cəsur ənsarlarımız bu çöküşdən sonra yenidən ayağa qalxa biləcəklər. Onlar ayağa qalxdılar və imanlarında nə qədər möhkəm olduqlarını göstərdilər. Onlar Malayziya hökumətinə nümayiş etdirdilər ki, hökumət nə edirsə etsin, onları bu dəvəti yaymaqdan və Malayziya vətəndaşlarını bu mübarək dəvət barədə xəbərdar etməkdən saxlaya bilməz. Biz onlarla fəxr edirik və onlar davam edəcəklər. Onlar davam edəcəklər və heç nə onları dayandıra bilməz. Tamamilə doğrudur. Çox sağ olun. Təşəkkür edirəm. Doktor Əli. Bəli. Demək istəyirəm ki, bu çox tarixi bir andır. Bu inanılmazdır. 1400 ildən sonra indi biz ilk dəfə olaraq vilayət şəhadətnaməsinə sahibik. Bu inanılmazdır.
Bu bütün peyğəmbərlərin gözlədiyi andır. Mən sizinlə İraq verilişi zamanı yaşadığımız sevincli anları bölüşmək istəyirəm. Mən, Əbu Muhammed, Talal və Əla hər gün, hər bir gün bir möcüzəyə şahid oluruq. Əba Sadiq əleyhissalam adlı bir adam bir rəvayətlə 1000 illik bir hövzəni, dini bir məktəbi məğlub etdi. Onlar 1000 ildən artıqdır ki, orada dayanırlar. Amma heç nə edə bilmirlər. O, hər dəfə bir söz deyəndə, bu onların başına ildırım kimi düşür və onları bir rəvayətlə, müqəddəs vəsiyyətlə darmadağın edir. Mən səni sevirəm, Əba Sadiq. Çox sağ ol. اللهم صل على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. Və bu gün səninlə danışmaq məni çox sevindirdi. 104 nəfərdən biri Məsumə. Bura Əba Sadiqin yanına çatan ilk 104 nəfərdən biri sən oldun. O, sənə əminamanlığa çatacaqsan deyəndə sən bu vədə inandın. Və bu gün sən Əba Sadiqin çıxışında adı çəkilən insanlardan biri oldun. Mənimlə bir neçə söz bölüş. Bu axşam burada olmaq və əllərində ilahi ədalət dövlətinin vətəndaşlığını tutmaq sənə necə hiss etdirir? Demək istədiyim ilk söz, mən Əba Sadiq əleyhissalamı və onun müqəddəs ailəsini çox sevirəm. Burada olmaq mənim üçün böyük bir şərəfdir. O qədər möcüzə etdi ki, onun sayəsində mən bura gələ bildim. Onu görə bildim. Onu görmək mənim üçün bir yuxu idi. Əba Sadiq əleyhissalamdan başqa heç kim bunu mümkün edə bilməzdi. O bizim qayğımıza qalır. O Ali Muhammedin qaimidir. O Allahın dili ilə danışır. Mən onu təsvir edə bilmirəm. Bugün o bizə möhtəşəm və inanılmaz bir gün yaşatdı. Həyatımda bunun kimi bir gün görməmişdim. Həyatımda heç vaxt buradakı kimi bir gün yaşamamışdım. Mən əvvəllər belə bir həyat yaşamamışdım. Bu inanılmazdır. Mən səni sevirəm. Səni çox sevirəm, Məsumə. Səni sevirəm. Əba Sadiq əleyhissalam ilə birlikdə olmaq mənim üçün bir şərəfdir. Onsuz mən heç kiməm. Mənim bura gəlməyimə kömək edən və məni dəstəkləyən qrup olmadan da heç kiməm. Təşəkkür edirəm. Səni çox sevirəm, Məsumə. Təşəkkür edirəm. Allah sənə bərəkət versin. Biz də səni çox sevirik, Məsumə. Bugün Aliyə ilə danışmaq istəyirəm. O, təbliğatın rəhbəri və bu illər ərzində Əba Sadiq əleyhissalam ilə birlikdə olmuş möminlərdən biridir. Aliyə, əminəm ki, bugün Əba Sadiq əleyhissalamın çıxışını dinləyərkən ağlından çox şey keçirdi. Bizimlə bir neçə söz bölüş. Bugün ağlından nələr keçdi? Bəli, çox şey keçdi. Düzünü desəm, son 10 ili düşünürdüm və artıq 10 il keçdiyini, bu müqəddəs vəsiyyəti Abdullah adı ilə iddia edən tək şəxsin Abdullah Haşim Əba Sadiq əleyhissalam olduğunu düşünürdüm. Bu 10 ildən də çox müddət ərzində bizim bəzilərimiz gördük ki, xeyirxahlıq və ədalət yalnız Əba Sadiq əleyhissalama aid olan bu cəmiyyətdədir. Və bu dünyada belə bir ədaləti tapacağınız başqa bir yer yoxdur. Biz buna şahidlik edə bilərik, çünki biz bunun içində yaşayırıq və baş verdiyini görürük. Bu tamamilə bir faktdır ki, son 10 ildə əldə edilənlər Allahın müdaxiləsi olmadan mümkün olmazdı. Əgər kimsə Allahın lütfündə və Qaim Əba Sadiq əleyhissalam vasitəsilə gördüyümüz nailiyyətlərə baxsa, etiraf etməlidir ki, bu haqq dəvətidir və bu İmam Mehdi əleyhissalamın dəvətidir. Məhz buna görə, xüsusilə hazırda studiyada çoxsaylı fərqli dillərdə Qaim Əba Sadiq əleyhissalamın təlimləri ilə dəvət aparılır.
Onun dəvətini malay dilində, ispan dilində, fransızca, alman dilində, ərəbcə, farsça, urdu dilində və şübhəsiz ki, unutduğum bir çox başqa dillərdə insanlara çatdırırlar. Və biz görürük ki, insanlar bu dəvətə çox güclü reaksiya verirlər. Çünki bu sınmışlar, muti olanlar, kasıblar və zülmə məruz qalanlar üçün olan bir dəvətdir. Və bu dəvət onlara həyat verir. Bu dəvət dünyaya yenidən həyat verir. Bu, imamların, xüsusilə də İmam Mehdi əleyhissalamın vəd etdiyi şeydir. Və mən daha çox minnətdar ola bilməzdim. Mən bugün burada, gecə-gündüz qurduğumuz ilahi ədalət dövlətinin vətəndaşı olma şəhadətnaməsini əldə etməyin necə bir hiss olduğunu izah etməyə söz tapa bilmirəm. Əlhəmdülillah. Təbrik edirəm Aliyə, təşəkkür edirəm. Samira, səni burada bizimlə olduğun üçün, Azərbaycandan olan bir üzv olaraq bu şəhadətnaməyə sahib olduğun və İmam Mehdinin bayrağının ucaldılmasından bəri keçən 10 illik qeyd etdiyin üçün təbrik edirəm. Bu günlə bağlı nə demək istərdin? Thank you so much. I love you, Abba Sadiq Aleyhisselam. Sorry, as I say, 2016-cı ildən Abba Sadiq Aleyhisselama beyət eləmişəm. Onu ilk gördüyümdən o mənim həmişə Allahdan istədiyim, doğru yolu tapmaqda kömək istədiyim şəxsi tapdığımı gördüm və çox sevindim. Qəlbim İsa əleyhissalamı tapdığımı, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm tapdığımı, Əli əleyhissalam tapdığımı və çox xoşbəxtəm. 2016-cı ildən bəri hər gün daha ona aşiq oluram. O Allahın dilidir, Allahın özüdür və həqiqətən bu şərəfli yolda onunla getdiyim üçün çox şadam və inşallah öləcəyəmsə onun yolunda ölüm. Bu mənim üçün böyük bir şərəfdir. Bu həyatımı ona həsr edirəm. Hər şeyim onundur. I love you, my dear. Abba Sadiq Aleyhisselam. Xədicə, təbrik edirəm. Bugün özünü necə hiss edirsən? Möhtəşəm. Biz Əba Sadiq olmadan heç kimik. O bizim qurtarıcımızdır, Mövlamızdır, atamızdır. O bizim hər şeyimizdir. Güc və qüvvət yalnız Allah ilədir. Yeganə yol tam şəkildə Allaha təslim olmaqdır. Öz iradəni tam şəkildə Allaha təslim etmək. Və bu yeganə yoldur. Burada olmaq mənim üçün böyük bir şərəf və nemətdir. Təşəkkür edirəm Əba Sadiq. Təşəkkür edirəm Xədicə. Təşəkkür edirəm Xədicə, təşəkkür edirəm. Manal, buyur. Mən çox xoşbəxtəm. Bu tarixi anın şahidi olmaq və burada olmaq hissini ifadə etmək üçün söz tapa bilmirəm. Mənə bu imkanı verdiyi, məni və oğullarımı şərəfləndirdiyi üçün Əba Sadiq əleyhissalama sonsuz təşəkkür edirəm. Onlara demək istəyirəm ki, narahat olmayın. Kilometrlərlə uzaqda olsanız da, siz ilahi ədalət dövlətinin bir hissəsisiniz və Əba Sadiq əleyhissalam sizi heç vaxt tərk etməyəcək. O sizi mənim sizi sevdiyimdən də çox sevir. Onun bizim üçün etdiyi hər şeyə görə nə qədər təşəkkür etsəm də kifayət etməz. Bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Bizi şərəfləndirdiyiniz üçün çox təşəkkür edirəm. Ata. Hüsam, ilk olaraq şəhadətnamə münasibətilə səni təbrik edirəm. Səninlə bugün bir neçə səbəbdən danışmaq istədim. Birincisi odur ki, sən İraqda məşhur mərcəiyyət və şiə dini qurumlarına mənsub bir ailədən gəlmisən. Həmçinin sən hər gün TikTokda Əba Sadiq əleyhissalamın dəvətini və haqqını yaymaqla məşğulsan.
Belə bir gün, bu gün sənin üçün necə bir hissidir? Çünki sən çox güman ki, uşaqlıqdan rəvayətlər, məsələn, Kral Abdullahın ölümü və onun ölümündən sonra Qaymin zühurunun zəmanət verilməsi barədə rəvayəti danışan alimləri dinləmisən. Onlar bu rəvayəti çox danışsalar da, bu həqiqətə çevriləndə onu təqzib etdilər. Amma bu, yalnız bu dəvətdə gerçəkləşdi. Bugün Əbu Sadiq əleyhissalamın bütün bu dəlilləri göstərməsini, xüsusilə Kral Abdullahın ölümünün il dönümündə bu həqiqətin yerinə yetirilməsini eşitmək sənin üçün necə bir hissidir? Bəli, açıq aydındır ki, yer üzündə Əbu Sadiq əleyhissalamın ortaya qoyduğu dəlillərin qarşısında dura biləcək heç kim yoxdur. Heç bir alim, heç bir iddiaçı onun danışdıqlarını belə qaldırmayıb. Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihin vəsiyyətindən başqa din yoxdur. Şiə, sünni, sufi, onların çoxu var. Əbu Sadiq əleyhissalam Peyğəmbərin vəsiyyətindən danışanda və öz adının onun içində çəkildiyini qeyd edəndə, bu sadəcə tarixi bir hadisə deyil, bu Bibliya səviyyəsində bir şeydir. Bu Quran səviyyəsindədir. Bu Peyğəmbər səviyyəsindədir. Peyğəmbər sallallahu aleyhi və aleyh bu cür peyğəmbərlik edib. İmam Mehdi bu cür tanınır. Beləliklə, alimləri izləyənlərə deyirəm, sizə hansı metodologiyanı verdilər? Əbu Sadiq əleyhissalam bizə Əhl-i Beytin necə edəcəyimizi buyurduğu şeyin eynisini göstərdi. Eynilə İsa əleyhissalamın göstərdiyi kimi, eynilə Musa əleyhissalamın göstərdiyi kimi. Ona görə də Əbu Sadiq əleyhissalamın bayaq gördüyünüz iddiasını inkar etmək, onları da inkar etmək deməkdir. Bu elə bir şeydir ki, sən onların zamanında yaşayırdın. Muhammədi, İsanı vəsiyyətini iddia edərkən görürdün. İsanı isə yaşayan vəsiyyətini iddia edərkən görürdün. Və deyirdin ki, xeyr, mən buna inanmıram. Və çıxıb gedirdin. Bu da eyni şeydir. Elə bil ki, belə bir şeyi necə inkar edəsən? Bu şok edicidir, məhz buna görə. Və sən, Hüsam, sən debat da etmirsən. Sən və əlbəttə ki, Doktor Əli bir-bir alimlərlə debat etmişsiniz. Amma heç biri Əbu Sadiq əleyhissalamın çıxışlarında və kitablarında gətirdiyi heç nəyə təqzib edə bilməyib və heç nəyə cavab verə bilməyib. Tamamilə doğrudur. Məsələ budur ki, onlar bizim dəlillərimizi rədd edə bilmirlər, çünki edə bilməzlər. Əks halda öz dinlərini təkzib etmiş olarlar. Ona görə də onlar Əbu Sadiq əleyhissalamın gətirdikləri barədə danışmaqdan yayındılar. Eyni zamanda bizə tanımaq üçün bir yol da təqdim etmirlər. İş burasındadır ki, hər debatda sanki nə qədər səni dayandıra bilərlərsə, o qədər mübahisə yaratdılar. Sadəcə qarışıqlıq və çaşqınlıq yaratmaq üçün danışırlar. Biz onlardan soruşanda ki, bəs sizin tanımaq metodunuz nədir? Onlar heç nə təqdim etmirlər. Eynən, buradakı əsas fərq insan deyil. Çünki əlimizdə İmam Mehdinin bir şəkli yoxdur. Nə demək istədiyimi başa düşürsünüz? Əsas məsələ onu necə tanıya biləcəyimizdir. Biz onlara həmişə demişik ki, əgər səhv yoldayıqsa, bu, insanın özündən deyil, onu tanıma metodunuzdan irəli gəlir. Siz iddia edirsiniz ki, bu şəkildə tanımaq yanlışdır. Yaxşı, o zaman alternativi verin. Biz şiələrlə və sünnilərlə çox mübahisələr etmişik. Bu məsələdə heç kəsi əliboş buraxmamışıq. Onlar isə uğursuz oldular. Heç bir alternativ tapa bilmədilər. Onlar İraqda Əbu Sadiq əleyhissalamın əsərlərindən danışırlar və deyirlər ki, bu insanlarla mübahisə etməyin, heç vaxt qalib gələ bilməyəcəksiniz. Bəli, tam olaraq elədir. Tamamilə doğrudur. Bu, həmçinin alimlərin ikiyüzlülüyünü göstərir. Hadisə baş vermədən, hər kəsin qarşısında olmamışdan əvvəl, onlar bu mövzunu qaldırır, bukletlər hazırlayır. Kral Abdullahın ölümünü İmam Mehdinin bir əlaməti kimi yayırlar. Amma hadisə baş verəndə və Əbu Sadiq əleyhissalam Əhl-i Beytin qara bayraqlarını qaldıranda, onları az qalsın belə görürsən, yaxşı, qapıları bağlayaq, evə qaydaq. Və onlar əslində bu barədə danışmırlar. Bu gülüncdür. Biraz gülməli bir şey paylaşacağam. Son vaxtlar mərcəklərdən biri belə bir açıqlama verdi. Biz görürük ki, insanlar arasında, şiələr arasında qiyamət əlamətləri barədə cahillik var. İndi biz bu mövzuda mühazirələr hazırlamaq istəyirik. Çünki biz onları küncə sıxışdırırıq. Nə demək istədiyimi başa düşürsünüz? İndi də çıxıb deyirlər ki, indi biz öyrədəcəyik.
Onlar sizə qiyamət əlamətləri barədə öyrədəcəklər. Bəsdirin, artıq gecdir. Sənin Forzana təbriklər. Kanal üçün etdiyin bütün zəhmətlərə, həqiqəti çox insana çatdırdığın üçün və bugünkü şəhadətnamənə görə təbriklər. Çox sağ olun. Bu mənim üçün şərəfdir və çox xoşbəxtəm. Bu ən yaxşısıdır. Təşəkkür edirəm. Həmd olsun Allaha. Salam aleykum, buyurun. Aleyküm salam. Allah sizi qorusun. Əvvəlcə sizi bu gün münasibətilə təbrik edirəm. Bu gün Peyğəmbərin müjdə adlandırdığı gündür. Bu gün bu dəvətin başlanmasının və İmam Mehdi əleyhissalamın zuhurunun 10-cu il dönümüdür. Peyğəmbərin müjdəsi 23 yanvar 2015-ci il Cümə günü gerçəkləşdi. Peyğəmbər belə demişdi: "Məni Hicaz kralı Abdullahın ölümü ilə müjdəliyin. Mən də sizi Höccətin qaimin zuhuru ilə müjdəliyim. Bugün bizi eşidən hər kəsə, bütün məzlumlara və zəiflərə bir mesaj göndərirəm. Bugün Allahın vədinin gerçəkləşdiyi gündür. Allahın zəifləri qalib edəcəyi, ədalət dövlətinin qurulacağı gündür. Sizə müjdə verirəm. Qaim gəldi, xilaskarınız gəldi. Allah sizə bərəkət versin." Təbrik edirəm. Təşəkkür edirəm. अस्सलाम वालेकुम नाज़रीन। आज मैं जो बोलने जा रही हूँ कि आज जो कुछ खुतबा मेरे पे अब्बा सादिक अलैहिस्सलाम ने पूरी दुनिया को दिया है, ऐसा खुतबा कोई भी नहीं दे सकता। और ये पूरी दुनिया के लिए मैसेज है कि अब्बा सादिक अलैहिस्सलाम ने आलम व जिद्दो और पूरी दुनिया के जो प्राइम मिनिस्टर है उनकी कुर्सियाँ ला कर रख दी हैं। तो मैं वही देती हूँ कि मैं 9 साल से अब्बा सादिक अलैहिस्सलाम के पास रह रही हूँ। अल्हम्दुलिल्लाह अल्हम्दुलिल्लाह कि इन्होंने मेरी रूहें बचाई, मेरे बच्चों की रूहें बचाई। हर चीज़ ये इतनी कम्युनिटी जो है ये मेरे साथ अल्हम्दुलिल्लाह मेरे साथ है। और मैं गवाही देती हूँ कि ये अब्दुल्ला हाशिम अब्बा सादिक दूसरे मेहंदी हैं जो ये हक है और सच है। अल्हम्दुलिल्लाह रब्बिल आलमीन। पूरी दुनिया को इन्होंने जो कुछ बताया वो हक है और सच है। और इनके लिए आज भी तुम लोग आवाज़ ना उठाओ। तो मेरी यही दुआ है कि हर कोई इस दावे में आए और जाकर अब्बा सादिक अलैहिस्सलाम अब्दुल्ला हाशिम जो कैब आले मोहम्मद है उनकी बैत करे। अस्सलाम वालेकुम। O mənim onun dediklərini tərcümə etməyimi istəyir. Xanım Leyla deyir ki, Əbba Sadiq əleyhissalamın bu gün söylədiyi xutbə yer üzərində indiyə qədər verilməyən bir xutbədir. Belə bir xutbə heç vaxt verilməyib və bu zalımların taxtlarını sarsıdıb. O deyir ki, Əbba Sadiq əleyhissalam ilə birlikdə bu cəmiyyətdə artıq 9 ildir ki, yaşayır və bu cəmiyyətin çoxu onun ailə üzvləridir. Onlar onun üçün çox sevimli insanlardır. O şəhadət verir ki, onlar sona qədər onun yanında qalacaqlar, o da qalacaq. O deyir ki, Əbba Sadiq əleyhissalam ilə birlikdə olmayan kimsə yaxşı yerdə deyil. Ona görə də, əgər yaxşı yerdə olmaq istəyirlərsə, tək gedə biləcəkləri yer qaim Əbba Sadiq əleyhissalamdır. Və o, Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin vəsiyyətində ikinci Mehdi olaraq tanınır. اللهم صل على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. نكمل؟ Yeah? Okay. Yes. Bəli. Demək istəyirəm ki, indi ümumbəşəri inqilab baş verir.
Biz burada bayram edərkən və ürəklərimiz sevinç dolu ikən, eyni zamanda səma aləmində də mələklər bayram edir. Çünki indi əhl-i kisanın, imamların haqqı Əbu Sadiq əleyhissalam sayəsində bərpa olunub. O əhl-i beytin haqlarını, onların düşmənləri tərəfindən zəbt olunmuş haqları geri qaytarıb. Beləliklə, ilahi ədalət dövlətinin bərpası haqqında bu çıxış ilə dəyişiklik dövrü başlayıb. Bu sürətlə fırlanan təkər heç vaxt dayanmayacaq və hər şeyi dəyişəcək. Mən sevinç içindəyəm. Hər gün elə anlar olur ki, inana bilmirəm. Həqiqətən baş verir, vallahi. Əbu Sadiq əleyhissalam nəhayət taxta oturur. Əlhəmdülillah. Bununla çox fəxr edirəm. Mübarək olsun, təbrik edirəm. Veronika, bugün səni düşündüm. Vətəndaşlıq şəhadətnaməni tutduğun zaman fəxr dolu baxışını gördüm. Mənə deyə bilərsən, özünü necə hiss edirsən? Ata, əvvəlcə sənə təşəkkür etmək istəyirəm. Dürüst ola bilərəm. Mən sadəcə hiss edirəm ki, varlığımın bütün məqsədi bugün reallaşıb. Bunu almaq, bu sözləri oxumaq, bu adı oxumaq və Allahın yer üzündəki nümayəndəsinin adının kağız üzərində mənim adımla birlikdə olması. Bu sadəcə mənim yaradılma səbəbim budur. Allahın məni bura, atamın yanına gətirməsinə çox şadam ki, bunu yaşamağa imkan verdi. Bunu hər kəsə arzu edirəm. Bilirəm ki, hər kəsin şansı var. Çünki mən buradayam. Demək istədiyim bu qədərdir. Təşəkkür edirəm, ata. Təşəkkür edirəm, ana. Təşəkkür edirəm, Allah. Çox sağ olun, Veronika. Soha, buyur. Xoş gəlmisən, təbrik edirəm. Allah sizə bərəkət versin. Bu mübarək dəvətə 10 il inanandan sonra bugün mən ilahi ədalət dövlətinin şahidliyini daşıdığım üçün qürurluyam. Ali Muhammedin qaiminin huzurunda o bizi sevgi, mərhəmət və ədalətlə əhatə etdi. Onunla birlikdə insanın ləyaqəti qayıtdı. Əgər bugün bir haqq varsa, o da onun haqqıdır. Mən bütün dünyanı dəvət edirəm ki, ədalət, sülh və ləyaqətlə yaşamaq istəyirlərsə, Ali Muhammedin qaiminin gəmisinə gəlsinlər. Çünki bu fürsət bir daha gəlməyəcək. Hər şey üçün Ali Muhammedin qaiminə təşəkkür edirəm. Təşəkkür edirəm. Şükür olsun, Aleksandra, təbrik edirəm səni. Bugün Əbu Sadiq çıxışında sənin adını oxuyarkən, zehnimdə sənin Türkiyədə sərhəddə olduğun anların, gördüyün zorakılıqların xatirələri və mənzərələri canlandı. Bütün bunlara baxmayaraq sən davam etdin və o gün baş verənləri bütün dünyanın görməsi və eşitməsi üçün əlindən gələni etdin. Bu necə bir hissdir? Bəli, bu sadəcə inanılmaz idi və bu gecə dürüstcə desəm, yəqin ki, həyatımın ən möhtəşəm gecəsidir. Çünki bu Allahın bizə, insanlığa verdiyi vədin yerinə yetməsidir. Elə deyilmi? Bizim gözlədiyimiz şey budur. Bizə verilmiş vəd budur. Bu Allahın yer üzündəki padşahlığının qurulmasıdır və bu gecə başladı. Keçmişdə baş verən hər şey bu an üçün idi. Hər şey bu anı hazırlayırdı. Bu sadəcə ən həyəcan verici andır. Kim Allahın yer üzündəki padşahlığının, Allahın ilahi ədalət dövlətinin bir parçası olmaq istəyirsə, qoşula bilər. Tamamilə doğrudur. Və Aleksandra, sən həmçinin Peyk kanalında televiziyadasan. Və ata danışarkən mən sadəcə hərəkət sözünü düşünürdüm. Hər gün insanlar bir-bir and içərək axın-axın gəlirlər. Çantalarını götürüb Əbu Sadiq əleyhissalamın yanına gəlmək üçün əllərindən gələni edirlər. Qısa müddət ərzində dünyanın hər yerindən insanlar gəlir. Sən həmçinin təbliğat qrupundasan. Bizə bu böyük hərəkətdən danış.
Bütün inanclardan, mənşələrdən və dillərdən olan insanların xilaskar Əbu Sadiq əleyhissalama doğru gəlməsindən danış. Bu qlobal bir hərəkətdir. Hal-hazırda yer üzündə hər ölkədən insanlar axınla gəlirlər, beyət edirlər. Çünki görürlər ki, Əbu Sadiq minhüssalam Allah tərəfindən tanınan yeganə liderdir. O, Allah tərəfindən təyin olunmuş yeganə şəxsdir və onlar istəyirlər ki, Allah onlar üzərində hökm sürsün. Onlar anlayırlar ki, Allahın hakimiyyəti bu anda əhəmiyyət kəsb edən yeganə şeydir. Yüzlərlə insan axınla gəlir və beyət edir və bu izləməsi inanılmaz bir şeydir. Səni təbrik edirəm və sənə təbliğat komandasında olan bütün insanlara heyrətamiz işiniz üçün təşəkkür edirəm. Əla, xoş gəlmisən. Xoş gördük, əzizim. Əssalamu aleykum və rəhmətullah. Mən hamını və Əbu Sadiq əleyhissalamı bu böyük gün münasibəti ilə təbrik edirəm. Bu gün Muhammed Peyğəmbər sallallahu aleyhi və alihin kəhanətinin gerçəkləşdiyi gündür. Qardaşım doktor Əlinin sözünü tamamlamaq istəyirəm. O demişdi ki, necə də 1000 illik hövzəni bir neçə gün içində dağıtdıq. Biz Allah və Rəsulunun şahidliyi ilə, Ali Muhammedin qaiminin baltası ilə bu hövzəni dağıtdıq. Onlar öz yuvalarından çıxmağa başladılar, danışmağa başladılar. Amma İmam Mehdi əleyhissalamı necə tanıdıqlarını isbat edə bilmirlər. Aləmlərin Rəbbinə həmd olsun ki, haqq batilə qalib gəldi. İkinci möcüzə isə Əhməd Həsən əleyhissalamın gülümsəyən şəklidir. Bu gün o sevinir. Onun şəkli parlaq şəkildə görünür. Və bu böyük bir möcüzə və bu böyük gün üçün bir şahiddir. Və bu vətəndaşlıq o deməkdir ki, atamız bütün sərhədləri aradan qaldırdı. Ölkələri və tərəfdarları birləşdirdi. Bizi bir dilə və bir dinə topladı. Əhmədi sülh və nur dininə. Aləmlərin Rəbbinə həmd olsun. İsrailin Rəbbi bizə gülümsəyir və sevinir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Həmd olsun Allaha. Əslində 2 gün əvvəl canlı yayım zamanı sizinlə bölüşmək istədiyimiz çox sevincli bir an yaşadıq. Çox sayda zəng edənlərimiz oldu. Onlardan biri bizə zəng edib dedi: "Siz nədən danışırsınız? Mən dinimi bu qadınlardan mı öyrənməliyəm?" Mən də ona dedim ki, bilirsən nə var? Səni debat üçün çağırıram. Və bu qadın başladı deməyə ki, mən səninlə debat edirəm. Səninlə də debat edirəm. Sonra o kişi pərt oldu. Debata daxil oldu. Və o qadın 2 nəfərlə debat apardı. Onları darmadağın etdi. Əslində bu inanılmaz bir an idi. O kişi kənarda şok vəziyyətində idi. Elə insanlar var ki, başqalarına dini öyrədirlər. Amma buna inana bilmirlər. Bu doğrudan da inanılmaz idi. Həmd olsun Allaha. Elhamdülillah. Çox təşəkkür edirəm. Təbriklər, əla. Bəli, bu fürsətdən istifadə edib xüsusilə İraqlı müsəlmanlara demək istəyirəm ki, atalarınız və babalarınız vilayət uğrunda çox fədakarlıq ediblər, çox şey öyrədiblər, elə deyilmi? Amma 2003-cü ildə Sistani sizi aldadıb vilayətdən uzaqlaşdırdı. Sizə deyirik, Ali Muhammedin qaimi indi bizim aramızdadır. Vəsiyyətin sahibidir. Siz bunu Peyk kanalında görürsünüz. Bu dəvət ictihad əhlini darmadağın etdi. Bugün ictihad əhli çox çətin vəziyyətdədir. Təsəvvür edin, 1000 illik hövzə İmam Mehdi əleyhissalamı necə tanımalı olduğunu bilmir. O zaman siz necə müraciət edə bilərsiniz? Bugün Ali Muhammedin qaimi mübahilə ilə bu ictihad əhlini dağıtdı. Biz onlara deyirik ki, gəlin sübut edək ki, Allah bizimlədir. Əgər Allah sizinlədirsə və hövzə haqdırsa, niyə mübahilədən qorxursunuz? Zaman keçir və vəziyyətiniz pisləşir. Mən müctəhidlərə deyirəm, siz bu sənəd olmadan vilayətdə olduğunuzu sübut edə bilməzsiniz. Bu vilayət sənədidir. Sistaniyə və Nəcəf alimlərinə deyirəm, bu sənəddən başqa heç nə sizi xilas etməz.
Bu vilayətin sənədidir. Əli Allahın vəlisidir. Muhammed ibn Həsən Əskəri Allahın vəlisidir. Ali Muhammedin qaimi Allahın vəlisidir. Və kim inanmırsa, gəlsin mübahiləyə. Giyom, biz bugün Əbə Sadiq əleyhissalamın çıxışında inanılmaz nailiyyətlər eşitdik. Və onlardan biri Avropanın müxtəlif ölkələrinin ənsarlarımıza sığınacaq verməsi idi. Onlardan sonuncusu isə Fransadır. Əhmədi Sülh və Nur dininin üzvlərinə sığınacaq verib. Sən fransız dilində danışırsan. Sən fransız ənsarların və fransız cəmiyyətinin işləri ilə maraqlanan insanlardansan. Belə bir gündə, yubiley günündə, Fransa kimi böyük bir ölkənin Əhmədi Sülh və Nur dininin ənsarlarını tanıması və onlara sığınacaq verməsi xəbəri sənin üçün nə ifadə edir? Bəli, biz Əba Sadiq əleyhissalam ilə birlikdə olmağımızdan dünyada yeganə fransız dilli insanlar olaraq İlahi Ədalət dövlətinin ilk vətəndaşları olmağımızdan çox böyük şərəf duyuruq. Bu bir şərəfdən də artıqdır. Bu böyük bir sevincdir və eyni zamanda sevinirik ki, bugün Fransa bizim xalqımızı tanıdı və dünyanın bu cür əhəmiyyətli ölkəsi bu insanları tanıdı və qəbul etdi. Ümid edirik ki, dünyanın müxtəlif yerlərində təqib olunan daha çox insanımızı da qəbul edə bilərlər. Ümid edirik ki, bu insanlar bura gələrək İlahi Ədalət dövlətinə qoşularlar. Kainatın ən fəzilətli insanı ilə Ali Muhammedin qaimi Əba Sadiq Abdullah Haşim əleyhissalam ilə birlikdə olarlar. Onunla yaşamaq əsl möcüzədir. Mən burada fransız dilli bacı qardaşlarımla 7-8 ildir yaşayıram və bu həyatımızın ən gözəl dövrü olub. Bu insan hər baxımdan təsvir edilməsi mümkünsüz biridir. O bizim üçün bir insan deyil, o Əhl-i Beytdəndir. O Məhəmməd Peyğəmbər sallallahu aleyhi və alihin nümayəndəsidir. Mən demək istəyirəm ki, Əhməd Əl-Həsən əleyhissalam dediyi kimi bu dəvətə daxil olmaq üçün insan son dərəcə şanslı olmalıdır. Mən isə deyərdim ki, biz dünyada ən bəxtəvər insanlarıq və burada olmaq bizim üçün böyük xoşbəxtlikdir. Bəli, çox təşəkkür edirik sənə, ey Əba Sadiq və Allaha şükürlər olsun. Aman Allahım. Xahiş edirəm ki, İlahi Ədalət dövlətimizin mübarək dəvətinin bayraqlarını qaldırmaq üçün çölə çıxdığımız zaman siz də mənə qoşulun. Peyğəmbər Yeşaya əleyhissalam belə buyurub: Allah bir bayraq qaldıracaq. Bu, bütün millətlər üçün bir nişan olacaq. O, İsrail xalqını ölkəsindən zorla çıxarılmış insanları yer üzünün hər tərəfindən bir araya toplayacaq. Allah sizi qorusun və sizə salam olsun. Salam səndəndir, ey Əba Sadiq əleyhissalam.